Bəhruz bəy, az öncə də qeyd etdim. Dünən çox önəmli bir tədbir idi, samit keçirildi. Məhz Danimarkada və dövlət başçısı da orada iştirak etdi. İndi əməkdaşlarımızdan xahiş edəcəm, bir qrafik görüntü hazırlamışıq. Hansı ki, dövlət başçısı da öz sosial şəbəkə hesabında da həmin görüntüləri şəkli daha doğrusu paylaşıb. Elə hazırda da ekranlardadır. Bir daha istəyirəm bu siyahıya bir daha baxaq, Bəhruz bəy. Görürük ki, kifayət qədər önəmli şəxslərdir ki, hansı ki, dövlət başçısı ilə ötən gün məhz Danimarkada keçirilən samit çərçivəsində dövlət başçısının görüşdüyü şəxslərdir. Və mümkün ehtimalla təbii ki, müəyyən bir istiqamətlərdə həm Azərbaycan-Ermənistan münasibətləri, həm Azərbaycan-Avropa əlaqələri üzərindən mümkün qədər bir müzakirələr aparılıb. Və bu görüşlərin həyata keçirilməsi Azərbaycana, Azərbaycan liderinə bu qədər marağın göstərilməsi həm də nəyin göstəricisidir Azərbaycan baxımından, elə ölkəmiz adına da? Təşəkkür edirəm. Əslində bu tablo çox şey deməyə əsas verir. Bəli. Nəyə görə? Çünki prinsipial olaraq Moldova prezidentindən tutmuş, Ermənistanın baş nazirinə qədər hər biri bugün Avropada, o cümlədən Azərbaycanla Avropa münasibətlərində ayrı-ayrılıqda, bütövlükdə diqqət mərkəzində olan məsələlərin o informasiya sahibləri hesab olunan adamlar. Məsələn, Moldova bugün seçkilərdən sonra artıq Avropa üçün xüsusi maraqlıdır. Orada Rusiya əleyhinə olan qüvvələrin və yaxud Rusiya pərəst olmayan qüvvələrin seçkilərdə qalib gəlməsi Moldovaya bir növ diqqəti cəlb edib. Belə bir məqamda Moldovanın Azərbaycana üst tutması özlüyündə maraqlı və müzakirəyə ehtiyac duyulan istiqamətdir. Biz o qənaətdə deyilik ki, Moldova kiminsə forpostu idi və əl dəyişdirir qətiyyən. Sadəcə indiki məqamda Moldova parlamentində artıq Avropa yönümlü qüvvələrin belə deyək, daha çox üstünlük təşkil etməsi fonunda Moldovanın Azərbaycana üz tutması bu vacib hadisədir. Ermənistanla münasibətləri baxımından Nikol Paşinyanla görüş, həmçinin Avropa İttifaqı rəhbərləri ilə və digər istiqamətlər. Bunlar əslində nəyi göstərir? Bilirsiniz ki, Azərbaycan prezidenti Avropa Siyasi Birliyinin zirvə görüşündə ilk dəfə deyil ki, iştirak edir. Amma Praqa görüşünü biz yaxşı xatırlayırıq. Praqa görüşünə bizi daha çox qurban kimi çağırmışdılar. Yəni, çağırsınlar, Azərbaycanın hərbi siyasi yolla əldə etdiyi zəfəri 2022-ci ildə əlimizdən alsınlar və nəticə etibarilə Azərbaycanı dalan dövlətə çevirsinlər. Söhbət siyasi dalandan gedir. Azərbaycan prezidenti orada prosesləri tam tərsinə çevirdi. Paşinyana o zaman Qarabağ Azərbaycandır dedirtdi bir daha orada. Sərhədlərimizi rəsmi rəqəmlərdə ifadə edilməsinə orada nail oldu. Həmçinin digər çoxsaylı planları pozdu və nəticə etibarilə biz bu ilin mayında da bilirsiniz ki, Albaniyada iştirak etdik Avropa Siyasi Birliyinin zirvəsində, 6-cı zirvəsində və o zaman artıq ora qarib və yeni reallıq yaradan tərəf kimi getmişdik. Vaşinqton görüşündən sonra isə Avropa Siyasi Birliyinin zirvəsində iştirak etmək 7-ci zirvədə. Bu artıq bütün dünyanın qəbul etdiyi geosiyasi konfigurasiyanın bəyan edilməsi idi. Və burada diqqət etsək, Avropada qəbul etdirilmiş bir lider kimi cənab İlham Əliyev qarşılandı və xüsusən Fransa prezidenti ilə görüşdə Fransa tərəfinin təşəbbüsü ilə, təşəbbüskarlığı ilə Azərbaycanla münasibətlərin nizamlanması istiqamətində cəhdləri fonunda bunlar çox yüksək qiymətləndirilməlidir. Yəni bir sözlə Avropa Siyasi Birliyi platformasını cənab İlham Əliyev Azərbaycanın milli maraqlarının ifadə edildiyi, milli maraqlarının deklarasiyası üçün vacib bir müstəviyə çevirməyi bacardı. Bəli, elə görüşlərdən də sizin də qeyd etdiyiniz kimi həmin şəxslərin siyasından da görünür ki, həm Azərbaycana regional baxımdan, həm siyasi baxımdan, həm də ticari, iqtisadi baxımdan maraq da olduqca artıb, xüsusilə də Azərbaycanın əldə etdiklərindən sonra belə görünür. Bu arada təbii ki, danışıqlar əsnasında da, daha sonrasında da məhz Nikol Paşinyandan da bir sıra mövqeyi gəlib, açıqlama gəlib. Bugün artıq yeni bir bəyanata səslənir Nikol Paşinyanın ki, belə bir fikir işlədib ki, Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat marşrutlarının açılması mütləq yaxın gələcəkdə baş tutacaq deyə və bununla yanaşı mədən çıxarma sektorunda da yeni imkanlar açacaq təbii ki bu məsələ. Yəni görünür artıq Nikol Paşinyan da nəqliyyat infrastruktur deyəndə biz daha çox trip layihəsi üzərində daha çox dayanırıq və təbii ki Zəngəzur dəhlizi də buna ifadə kimi işlədə bilərik və Paşinyan da bir müddət öncə xatırlayırsınız Zəngəzur dəhlizi ifadəsinə bir növ etirazını bildirirdi ki, niyə bu ifadə işlədir. Ancaq son olaraq da elə Danimarkaya getməmişdən öncə də bir açıqlaması oldu ki, kim nə cür istəyirsə o ifadəni işlədə bilər. Zəngəzur dəhlizi deyilirsə, qoy desinlər deyə Nikol Paşinyanın bir açıqlaması var. Yəni biz daha çox köklənməliyik iki tərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə. Əksinə bizim münasibətlərimizi gərginləşdirəcək məqamlardan uzaqlaşmalıyıq deyə. Biz bu cür açıqlamaları ara sıra niyə Ermənistan tərəfdən Nikol Paşinyandan eşidirik?
Bilirsiniz ki, bəli, ara-sıra əvvəllər eşidirdik və daha sonra müxtəlif ritorikalara şahidlik edirdik, amma son zamanlar, son dövrlər, xüsusən son bir həftə ərzində biz Ermənistan baş nazirinin BMT Baş Assambleyasındakı çıxışından sonraki, düzdür, oradakı çıxışda da bizi qane etməyən məqamlar oldu, amma həmin çıxışdan sonraki periyodda biz artıq Ermənistandan tədricən müsbət mövqelərin şahidi oluruq. Məsələn, Ermənistanın baş nazirinin qeyd etdiyiniz mövqeyi bilirsiniz ki, Trump müvafiq marşrutu, yəni TRIP layihəsi, Zəngəzur dəhlizi, bunlar heç də bir-birini inkar etməyən məqamlardır. Zəngəzur dəhlizindən keçən bir layihə adlanır TRIP. Yəni bu mənada Paşinyanın artıq Ermənistanda xüsusən millətçilərin, o cümlədən daşnaqlar başda olmaqla Kaçaryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi müxalifətin bu məqamlardan istifadə edərək xalqlar arasında nifaqı dərinləşdirmək, etimad mühitinə imkan verməmək cəhdləri qarşısında Paşinyanın bu cür mövqeyi əlbəttə ki, kifayət qədər müsbət qiymətləndiriləcək məqamlardır. Digər tərəfdən bilirsiniz, dünən Ermənistan parlamenti artıq Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyən bir bəyanat qəbul etdi və bəyanatda da açıq formada ifadə olundu ki, Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq siyasi müstəqillikləri tanımaq, eyni zamanda ərazi bütövlüyünə hörmətlə yanaşmaq rifahın iqtisadi inkişafının əsasıdır. Nəqliyyat kommunikasiya xətlərinin açılması bölgədə etimad quruculuğu və eyni zamanda sülhə xidmət edəcək. Qarşılıqlı olaraq sərhəd toxunulmazlığının tanınması, həmçinin sülhün dəstəklənməsi bu bölgəyə ancaq fayda verəcək. Ermənistan parlamentinin, o parlament ki, uzun illər millətçilik, qatı miflərin, necə deyirlər, törəndiyi bir mərkəz olub. Bu mərkəzin bugün artıq regiona sülhlə bağlı bəyanatlar səsləndirməsi və rəsmi olaraq bununla bağlı qərarlar qəbul etməsi, qərar layihələri qəbul etməsi bu özlüyündə doğrudan da sülh vəd edir. Yəni, baxın, amma nəticə etibarilə nəzər alaq və unutmayaq ki, bütün bunları qeyd edəndə mövcud sülh təşəbbüsləri Azərbaycandan gəlib. Mövcud sülhün bütün şərtləri, o cümlədən Ermənistan parlamentinin dünən qəbul etdiyi bəyanatın şərtlərini belə Azərbaycan tərəfi kapitulyasiya aktında vaxtı ilə ifadə etmişdir və bilirsiniz, biz müharibədə qalib gəlmişdik və o kapitulyasiya aktidir. Amma eyni zamanda Azərbaycan qalib kimi davranaraq, böyüklük göstərərək orada beynəlxalq hüquqa zidd olan bir cümlə də işlətməmişdir və nəticə etibarilə istər 10 noyabr bəyanatı, daha sonra Vaşinqton görüşü xüsusilə bunun üzərində dayanmalıyıq. Vaşinqton bəyanatı və paraflanmış sənəd, bunlar beynəlxalq hüququn aliliyində ifadə olunur. Bizim başqa dövlətin nə ərazi bütövlüyü, nə sərhəd toxunulmazlığı ilə bağlı iddiamız yoxdur. Bəli, danışıqlar da oldu, müəyyən razılıqlar da oldu. Sizin də qeyd etdiyiniz kimi sənəd artıq paraflanıb, Ermənistan tərəfdən də müəyyən addımlar atılıb. Verilişimizə başlarkən anonsunu da xüsusi olaraq vurğuladıq. Mən də müəyyən bir detallı qeyd etdim ki, Mirzayanın Polşa telekanalına bir müsahibəsi var və orada hər detala toxunub, xüsusilə də Azərbaycan-Ermənistan münasibəti, TRIP layihəsi və Rusiyaya da bir sıra mesaj var. Sırayla gələcəm hər birinə. Bəhruz bəy, ilkin olaraq istəyirəm, məhz TRIP layihəsi ilə bağlı açıqlaması var, hətta proqnozunu da verib. Elə hazırda da ekranlarda da istəyirəm, elə tamaşaçılarımız üçün də bir daha Mirzayanın müsahibəsinin detalını xatırlayaq. Dəmir yolu əlaqəsindən danışsaq, ekspertlərin qiymətləndirməsinə görə onun tikintisi, məsələn, ən azı 2 il vaxt apara bilər. Amma biz, məsələn, Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə edərək yükləri göndərib qəbul edə bilərik. Azərbaycanla sülh müqaviləsinin mətni artıq paraflanıb və Ermənistan tərəfi bu sənədi mümkün qədər tez imzalamağa hazırdır. Düzü, tarix olaraq deyir, 2 il müddətində başa çatdıra bilərik, ancaq bunu daha qısa müddətdə həll etmək mümkündür deyə. Yəni, biz 2026-cı ildə artıq TRIP layihəsini tamamilə istifadəyə yararlı formada verə bilərik, yəni istifadəyə veriləcəkmi? Necə proqnozlaşdırırsınız bunu? Əslində, bunlar hamısı vaxtında Azərbaycan tərəfinin, şəxsən Cənab İlham Əliyevin təklif etdiyi və əsaslandırdığı məsələlərdir. Vaxtı ilə Cənab Prezident bəyan edəndə ki, Azərbaycan artıq orta dəhlizin Azərbaycan segmentini başa çatdırmaq üzrədir. 6 ay ərzində biz işləri başa çatdıracağıq. Ermənistan hələ texniki əsaslandırma işlərini görməyib. Bax, mənzərə bu olmalıdır. Əlbəttə, Ermənistanın tədricən bu mövqeyə gəlməsi bu alqışlanandır. Yəni, Ermənistan artıq başa düşməkdədir ki, Azərbaycanın hərbi siyasi qələbələri fonunda yaranan konfigurasiyada məcburi şəkildə də olsa başa düşməkdədir ki, Zəngəzur dəhlizi, TRIP layihəsi Ermənistanın nəfəs borusu olacaq. Ermənistan məhz onun sayəsində dünyaya çıxa biləcək. Nəhayət, müstəqillik, suverenlik nədir başa düşə biləcək. Amma indi bugün Ermənistan Xarici İşlər Nazirliyinin bu bəyanatını verməsi, nazirin şəxsən bəyanat səslənməsi, bir daha deyirəm, müsbət məqamda. Amma
gecikmişdi, kifayət qədər gecikmişdi. Amma yenə də istənilən halda zərərin nə qədər yarısından geri qayıtsalar o qədər yaxşıdır. Əlbəttə, indiki məqamda sülh müqaviləsinin üzərində xüsusi dayanmaq lazımdır ki, sülh müqaviləsi olmadan hər hansı formada digər addımlar o qədər də effektiv görünməyəcək. Bax, burada bir detal da var müsahibəsinin içərisində. Bəhruz bəy deyir ki, Azərbaycanla Naxçıvan arasında ən qısa əlaqə trip kimi fəaliyyət göstərəcək. Bu nə deməkdir? Yəni, Ermənistan və Birləşmiş Ştatlar dəmir yolu marşrutunun inşaatçısı və əsas operatoru olacaq konsorsium yaradacaq və bu konsorsium üçüncü tərəf şirkətləri cəlb edə və boru kəmərlərinin, elektrik kabellərinin tikintisi istismarı ilə məşğul ola biləcəklər. Yəni, hər şey qarşılıqlı olaraq əsaslanacaq. Yəni, misal da gətirib ki, biz Naxçıvan ərazisindən istifadə edərək Ermənistanın şimalına və cənubunu indi mövcud olmayan dəmir yolu ilə birləşdirə biləcəyik. Yəni, görürük ki, bu Ermənistan üçün çox böyük imkanlar yaradacaq və üçüncü tərəf deyəndə burada başqa şirkətlərin rəhbərləri, nümayəndələrinin də daha doğrusu məhz bu ərazidə fəaliyyətinin biz şahidi olacaq. Yəni, sadəcə Azərbaycan, Ermənistan buradan qazanmayacaq. Dünyanın bir çox istiqamətdən, şərqdən qərbə elə Ermənistanın özünün də qeyd elədiyi kimi şimaldan cənuba da hər kəs məhz bu trip layihəsi üzərindən nələrsə əldə edəcəkmi? Azərbaycan lideri elə bir geosiyasi konfigurasiya formalaşdırıb ki, bu bölgədə artıq hər kəsin maraqları uzlaşdırıb. Yəni, sağlam maraqları olan hər kəs bu bölgədə Azərbaycan və Ermənistan arasında sülhdən də, nəqliyyat kommunikasiya xətlərinin açılmasından da bir mənalı şəkildə qazanacaq və bu prosesdə ən çox qazananlardan biri isə tərəflər, yəni eyni zamanda da Ermənistan olacaq və Ermənistan ərazisi kifayət qədər çox mürəkkəb coğrafi bir vəziyyət, coğrafi durumdur. Yəni, burada dəmir yolların çəkilməsi, avtomobil yollarının çəkilməsi bu o qədər də sadə məsələ deyil. Bu mənada Ermənistan üçün ən əlverişlisi məhz Naxçıvandan keçən o hazır dəmir yol sisteminin bir hissəsi olmaq. Yəni, ondan istifadə edərək öz ərazilərini, məsələn, Zəngəzurla İrəvan ərazisini birləşdirmək üçün ən uğurlu yol məhz Naxçıvan ərazisindən keçəcək həmin o dəmir yol. Hansı ki, hazırda Naxçıvanda həmin sistem mövcuddur. Yəni, indiki məqamda Ermənistan artıq bunları tədricən başa düşür və başa düşür ki, onsuz da Ermənistanın bundan sonra da o dəmir yol şəbəkələri qurmaq köklü şəkildə gücü olmayacaq. Amerika Birləşmiş Ştatları şirkətləri, onlar Ermənistan daxilində yox, yalnız və yalnız trip layihəsi üzrə, Zəngəzur dəhlizi üzrə fəaliyyət göstərən xəttin çəkilməsində maraqlıdırlar. Onlar üçün Ermənistanın daxilinə yük daşınması yox, Azərbaycandan Naxçıvana, Türkiyəyə, yəni Çindən Londona uzanan yol maraqlıdır. Şərqdən qərbə, bəli, onlar üçün əhəmiyyətlidir. Bu arada Birləşmiş Ştatlar demişkən, Bəhruz bəy, az öncə xəbərini də təqdim etdim. Birləşmiş Ştatların Gömrük və Sərhəd Mühafizə Xidməti nümayəndələri Ermənistana gediblər və artıq bu məsələ üzərində də danışıqlar aparıblar. Elə Paşinyanın özünün də açıqlaması var. Elə Mirzayan da xüsusi olaraq vurğulayır ki, biz Birləşmiş Ştatlar nümayəndələri ilə artıq müzakirələri keçirmişik və işlər də artıq gedir deyə. Düzdür, siz qeyd etdiniz ki, Birləşmiş Ştatları maraqlandıran əsas məsələ sadəcə bu nəqliyyatın işlək vəziyyətdə olması və burada təbii ki, Birləşmiş Ştatların özünün də iqtisadi maraqları var. Bu bir başqa məsələ. Ancaq bundan narahat olan bir tərəf var, Rusiya. Axırı, yəni son olaraq bir açıqlama məhz Rusiyanın Ermənistandakı səfirindən gəldi, xatırlayırsınızsa, Kapırkinin bir açıqlaması var idi ki, Birləşmiş Ştatlar nümayəndələrinin Ermənistana gəlib, orada danışıqlar apardıqdan sonra, yekun bir nəticədən sonra Rusiyanın biz trip layihəsi ilə bağlı mövqeyini deyəcəyik deyə. İndi nümayəndələr gəlib, hansısa bir razılığa gələcəklər və ya açıqlama olacaqmı, detal bu bəlli deyil. Rusiyadan biz hansı mövqeyini görəcəyik? Əslində bu şans ilk növbədə Rusiyada olub. 10 noyabr bəyanatından sonra həmin ərazidən keçəcək yolun, xətlərin mühafizəsi Rusiyaya həvalə olunmuşdur. Rusiya özü prosesdə maraqlı görünmədi və həmin layihəsinin icrası üçün çox saylı təzyiq rişaqlarına malik olmasına baxmayaraq, proseslərin dondurulmuş olaraq qalması problemin uzanmasında faktiki maraqlı tərəf kimi göründü. Belə olan təqdirdə indi bugün Rusiyanın həmin yola hansısa formada mane olmaq cəhdləri və yaxud bəyanatları bu bölgədə nə isə dəyişməyəcək. Əlbəttə, Azərbaycan çox arzu edir ki, bölgənin bütün dövlətlərinin, İranın da, Rusiyanın da, Gürcüstanın da, hamısının, bütövlükdə Türkiyənin də, Orta Asiyanın da maraqları uzlaşsın, maraqları təmin olunsun. Maraqlar uzlaşan məqamda iqtisadi inkişaf da
çox kifayət qədər intensiv hal alır. Eyni zamanda layihələrin də əhəmiyyəti də artır və konfliktsiz bir bölgəyə çevrilir həmin layihənin keçdiyi bölgələr, coğrafiyalar. İndiki məqamda əlbəttə ki, Rusiyanın davranışları sadəcə gözləmək lazımdır, görmək lazımdır. Amma Rusiyanın əvvəlki kimi Cənubi Qafqazda xüsusi aktiv rol ala biləcək gücünün olması, o cümlədən TRIP layihəsinə hansısa formada mane olması və yaxud da ki, o və digər formada həmin layihənin işini pozmaq cəhdləri o qədər də ağlabatan və inandırıcı görünmür. Bu arada Rusiya detalına da xüsusi olaraq toxunub. Söhbət təbii ki, Mirzayanın Polşa telekanalına verdiyi müsahibədən gedir. Deyir ki, Rusiya indi hansı rol oynayır deyə. Detal var ki, bəli, Rusiya düzdür, dəstəklədi Azərbaycanla Ermənistan arasındakı razılaşmanı. Ancaq nədənsə Rusiya mediasında hələ də vəziyyəti qarışdırmaq üçün bunda maraqlı olan tərəflər var və müxtəlif yazılar tirajlanır. Bəs dərhal jurnalist də təbii ki, qarşılığında sual verir ki, niyə Avropa üçün maraqlı deyilmi ki, Ermənistanın inkişaf etməsi, daha da gəlirlərin artması deyə və qarşılığında Mirzayan deyir ki, onu əslində Rusiyadan soruşmaq lazımdır ki, yəni niyə bunu edir, əsas səbəbi nədir? Məhz buna görə də bir daha çağırış edir ki, biz düşünürük ki, Ermənistanın daxili işlərinə heç kəs qarışmamalıdır və Ermənistanın özünün sərbəst fikirləri var, öz hakimiyyətini idarə etmək potensialı var və 2026-cı il parlament seçkilərində bir daha xatırladır. Yəni görürük ki, yenə Ermənistan tərəfini də narahat edən məsələ Rusiya məsələsidir. Yəni Rusiya açıqlamalarda, diplomatik gedişatlarda bunu göstərmir, ancaq arxa planda müxtəlif dairələrlə, vasitələrlə müdaxiləni hələ də davam etdirir. Ermənistanda bugün revanşist dairələr bir qayda olaraq Kaçaryan və Sarkisyan rejimindən qalan o tör-töküntülər və onların o qanışan komandasının bugün parlamentdə təmsil olunan üzvləri bilirsiniz ki, Ermənistan parlamentinin müvafiq bəyanatını dəstəkləmədilər. Yəni Azərbaycan və Ermənistan arasındakı sülhə dəstək verən bəyanatda onlar iştirak etmədi. Ümumiyyətlə, həmin layihədə müzakirəsində iştirak etməyib, belə deyək, tədbirdən geri çəkildilər. Amma buna baxmayaraq həmin layihə, bilirsiniz, qəbul olundu. Burada məqam nədir? Məqam ondan ibarətdir ki, şimal qonşumuz indiki halda cari status quo ilə sülhün imzalanmasında diplomatik olaraq verdiyi cavabları əlbəttə ki, bu müsbətdir, amma istənilən halda o qədər də maraqlı görünən tərəf kimi çıxış etmir və yaxud Rusiyanın ayrı-ayrı dairələri bunda maraqlı olmayan tərəflər kimi çıxış etməkdədir. Bu mənada əlbəttə ki, bu kimi sualları ilə məhz Moskvaya yönəldilməsi daha doğru olar və bu mənada Mirzayanın o ifadəsi qəbul ediləndir ki, nəhayət Ermənistan özü öz iradəsini ifadə etməyə başlasın. Bugünə qədər Ermənistan faktiki olaraq öz iradəsini ifadə etməyib. Ermənistan Qarabağın əsrinə çevrilib, işğal və təcavüz faktorunun o niyyətlərin, mifologiyaların əsrinə çevrilib. Bugün isə Cənab İlham Əliyev özünün hərbi siyasi qələbələri ilə Ermənistan üçün bir şans yaradıb ki, müstəqil olsun, suveren olsun və bu mənada da Ermənistan artıq o işığı, o suverenlik yolunu tədricən dərk etməkdədir və hesab edirəm ki, Rusiya-Ermənistan münasibətləri bundan sonra məhz həmin o suverenlik yolu çərçivəsində müzakirə mövzusu olmalıdır. Davam edəcəm, Bəhruz bəy, üzr istəyirəm. Sizdən son bir məlumat var, hansı ki, Rusiya Baş nazirinin müavini Aleksey Averçuk Azərbaycana səfər eləyəcək. Bu arada məlumatlar var və bildirilir ki, Averçukun Bakıya səfəri oktyabrın 13 və 14-də nəzərdə tutulub. Hazırda səfərin detalları da razılaşdırılır. Averçukun Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran arasındakı üç tərəfli görüşdə iştirakı nəzərdə tutulub və İran tərəfini isə üç tərəfli görüşdə nəqliyyat və şəhərsalma naziri təmsil edəcək deyilir. Yəni, yeri gəlmişkən elə bu səfərdən, bu görüşmələrdən sonra məhz Rusiya nümayəndəsinin Azərbaycana gəlməsi də nədən xəbər verə bilər, Bəhruz bəy? Əlbəttə, Rusiya açıq şəkildə Zəngəzur dəhlizi ilə bağlı maraqlarını gizlətmir. Təbii ki, başqa ölkənin ərazisində hansısa formada başqa dövlətin suverenliyinə, daxili yurisdiksiyasında olan məsələlərə qarışılmağına yol verilmədən Rusiyanın prosesdə iştirakını Azərbaycan da arzu edir. Və bu mənada Averçukun səfəri hesab edirəm ki, eyni zamanda İranın nəqliyyat nazirinin səfəri və birlikdə müzakirələr o uzlaşma istiqamətində mühüm addıma çevrilə bilər. Bu arada elə son olaraq Kapırkinin verdiyi açıqlamalardan detalı ondan ibarət idi ki, sırf TRIP layihəsi ilə bağlı, Birləşmiş Ştatlar nümayəndələrinin gəlib orada məsələnin əl alması ilə bağlı məqamda dedi ki, biz bunu digər tərəfdaşlarımızla da, söhbət İrandan da gedir, elə birbaşa İranın da adını hallandırdı ki, İranla da biz bu məsələni müzakirə edib, daha sonra bunun barədə də mövqeyimizi bildirəcəyik. Elə bu məqsədlə bu görüş planlaşdırılmış ola bilərmi? Çünki görüşdə İran da var. Əvvəlki dövrlərdəki təcrübədən fərqli olaraq
İranla Azərbaycan arasında, xüsusən Pezeşkiyanın rəhbərliyi etdiyi administrasiya ilə Azərbaycan rəhbərliyi arasında Zəngəzur dəhlizi, Trip layihəsi, bununla bağlı hər hansı formada fikir ayrılığı yoxdur. Ayrı-ayrı dairələrin, ayrı-ayrı dırnaqarası ekspertlərin və s. Şantaj xarakterli, hesablanmamış bəyanatlarının əksinə İranın Xarici İşlər Naziri də və İranın prezidenti də bölgədə əməkdaşlıq hubunun formalaşması, nəqliyyat, kommunikasiya istiqamətində əməkdaşlığın dərinləşməsində maraqlıdır və əslində bu İranın özü üçün də bir çıxış yoludur. Çünki bilirsiniz, İran da... Amma Rusiyanın müdaxiləsi olsa, İstənilən halda bugün bölgədə Rusiyanın yaxud İranın müdaxiləsi yalnız Ermənistana münasibətdə hər hansı formada ola bilər ki, burada da Amerikanın mövqeyinin möhkəmlənməsi əslində həmin müdaxilələrin potensialını kifayət qədər azaldır. Mirzayanın son olaraq da yenə müsahibəsinin bir detalı da var. Yenə qrafik görüntünü istəyəcəm və ona da bir daha nəzər yetirək istəyirəm. Bəhruz bəy bildirib ki, müsahibəsində Polşa telekanalına Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya prosesi gedir və burada bildirib ki, artıq sərhədin 12 kilometr artıq demarkasiya olunub deyə bir açıqlaması var Mirzayanın. Və əlbəttə 10 illiklərdən davam edən münaqişə həm də ağır psixoloji yük toplayıb. Hər iki tərəfdə qan tarixi və yaddaş var. Hesab edirəm ki, cəmiyyətlər arasında hələ də müəyyən dərəcədə ehtiyatlılıq var. Razılaşma prosesi vaxt aparacaq, amma sülh bərqərar olub. Bu, hər iki tərəfdən daimi qayğı və gündəlik səy tələb edir. Bu kontekstdə qeyd etməliyəm ki, hər hansı bir tərəfdən aqressiv ritorika heç bir şəkildə prosesə töhfə vermir deyə. Bu arada elə həm qarşılıqlı olaraq, həm də digər üçüncü tərəflərin əslində, elə az öncə də qeyd etdiyimiz Rusiya-İran müdaxilələri ola bilər və ya Avropa ölkələrindən hansısa biri müdaxiləsi ola bilər. Yəni, vəziyyəti bir növ sakitləşdirmək lazımdır, daha da töhfə vermək lazımdır münasibətlərin inkişafına və demarkasiya ilə bağlı məsələdən deyir ki, bu da proses gedir, sürətlidir. Bilirsiniz, əslində bu da məhz Azərbaycanın sülh təşəbbüslərinin vacib strateji istiqamətlərindən biri olub. Ermənistan bizə davamlı şəkildə təklif edir ki, sülh müqaviləsi və sərhədlərin delimitasiya, demarkasiyası bir yerdə aparılmalıdır. Yaxşı, təsəvvür eləyin, biz sülhü gözləsəydik, bugünə qədər 12 kilometrlik ərazini demarkasiya edə bilərdikmi? Bugün Azərbaycanla Gürcüstan arasında məgər gərgin bir münasibət, hər hansı bir müharibə şəraiti mövcuddurmu ki, biz hələ Gürcüstanla sərhədlərimizin delimitasiyasını tam yekunlaşdıra bilməmişik, o cümlədən də Rusiya ilə. Yəni, delimitasiya, demarkasiya sülhdən asılı olmayan, tamamilə yalnız diplomatik yollarla, ölçü, biçi işləri ilə, dövlətlərin qarşılıqlı razılığı ilə, oradakı beynəlxalq hüququn bütövlükdə şərtləri şəraitində, oradakı real şərait nəzərə alınmaqla həyata keçirilən uzun bir prosesdir. Bir daha deyirəm, 30 ildən yuxarı davam edən demarkasiya prosesi var Azərbaycanın hələ də Gürcüstanla. Belə olan təqdirdə, xüsusən Ermənistanla, o Ermənistan ki, 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayıb, çox saylı Azərbaycana qarşı cinayətlər törədilib. Amma bütün bunları biz qapasaq da istənilən halda qan yaddaşı qalır. Bəli, belə bir məqamda, Mirzayanın özünü də dedik ki, belə bir məqamda təbii ki, demarkasiya, delimitasiya prosesini həyata keçirmək o qədər də asan olmayacaq. Amma əsas odur ki, bugün qalib tərəf olaraq Azərbaycanda da, məğlub tərəf olan Ermənistanda da bu iradə var ki, biz delimitasiya və demarkasiyanı keçirək.